Dördüncüsü, öz dili ilə, öz cihadı ilə, öz çıxışları ilə, xitabələri ilə təzmin elədi. O aydın. Ondan sonraki dərslərdə bir neçəsi deyilib, dördüncüsü budur ki, bütün dünyaya öyrətdi ki, bir insan həm qadın ola bilər, həm eləyə bilər, ictimada iştirak eləsin, həm ictimada boynuna düşən vəzifəni necə lazımdır yerinə yetirsin və həm də abır, iffət, ismət, hicabın Peyğəmbər deyən kimin saxlasın. Bunların hamısı bir yerdə mümkündür. Bunu bütün aləmə başa saldı. Başa saldı ki, bu mümkün işdir. Belə deyir ki, insanı yarım metr örpək avar eləyə. Yox, avar eləməz. O cür deyir. Siz başa düşmürsünüz, dedi. Mən sizə əməldə göstərirəm ki, həm o əzəmətdə mən inqilabı saxladım, həm də ki, Peyğəmbər buyuran qanuni yerinə yetirdim. İslam Peyğəmbərinə bir xanım gəldi ki, sual verdi. Dedi, ya Rəsuləllah, əgər bir xanım istəyir xeyratda, ehsanda, xeyr məclisində, yaxşı məclislərdə, müsbət mənada təşkil olan məclislərdə iştirak eləyə, birdən bunun hicabı olmasa, onun iştiraki necədir, sən ona necə baxırsan? Əgər olmasa, Həzrət buyurdu ki, əgər yoxudur, onda çıxmasın. Əgər bunu da özünün varıdır, istifadə eləsin. Əgər yoxudur, çıxmasın. Bunu o xeyr məclislərə dəvət eləyənlər, əgər bunun orada huzurun çox lazım bilirlər, gətirsinlər buna öz örpəklərindən versinlər, bunu aparsınlar, orada iştirak eləsin. Əgər lazımdır. Həzrət buyurdu, bu fəaliyyətlərin hamısı hicabı saxlamaq şərti ilə, o şərtinə eləyə bilərlər. Bu mümkündür. Mən istəmirəm ki, hicabın barəsində ayələr, hədislər, hicab barəsində danışam. Yox, Kərbəlada, Aşurada olan xanımların əməllərində, dillərində, hicabın barəsində olan sözlərin bir neçəsini deyirəm. Yoxsa Quranın ayələri öz yerində bir konferans ola, elmi konferans, orada hicabın barəsində yaxşı söhbətlər ola bilər. Yaxşı məqalələr, məruzələr, onu iraə vermək olar, təqdim eləmək olar. Amma üçün bəhs Kərbəla barəsindədir. Kərbəlada qadınlar hicabın barəsində nə iş gördülər və nə söz danışdılar. Onlardan mən bir neçəsin nümunə olaraq siz üçün ərz edirəm. Kərbəladan 11-ci gün hərəkət elədilər. Bilirsiniz. Hami şəhid olub. Kişilərdən İmam Səccad əleyhissalamdır. Bir də İmam-ı Baqir əleyhissalam 4 yaşında balaca bir uşaqdır. Ondan qalan Hami şəhid olub. Qalan xanımlardır, qızlardır, qadınlardır. Bunları mindirdilər dəvələrə, gətirdilər Kufiyə. Kufiyə gəldilər, Kufədə nələr oldu, getdilər Şamə, Şamidə nələr oldu, onlar deyilib, bilirsiniz və indi söhbət ondan getmir. Bunlar Səfər ayının 1-ci günü Şamə daxil oldular, Dəməşqə. Elə ki istədilər daxil olalar, Yazid əmir verdi ki, xanımları saxlayın bayırda, qoymayın girələ şəhərin içinə. Şəhər bəzənsin, düzənsin, hazırlansın, ondan sonra girərlər, gətirərsiniz. Elə də oldu. İstəyirlər ki, xanımlar gəlsinlər, girsinlər şəhərin içinə. Daxil olanda bir kişi gəldi, İmam Hüseyin əleyhissalamın
bir qızı var idi, Səkinə adında. Yazıblar, belə yazıblar. Ona baxdı, dedim, min əyyis səbaya əntum. Siz hara əsirlərisiz? O, eynən xanım Zeynəb necə Kufədə cavab vermişdi, o cür cavab verdi. Dedi, nəhnu səbaya al Muhammed. Allahümmə salli ala Muhammed və ali Muhammed. Biz Ali Peyğəmbər əsirləriyik. Səhl ibn Saidi Peyğəmbərin sahabələrindən biri idi. Deyir, gördüm, Şami bəziyiblər, ha-kü, nə var burada? Dedilər, xəbərin yoxdur xəbərdən. Dedim, yox, xəbərim yoxdur. Dedilər ki, xarici əsirləri daxil olur şəhərə. Deyir, mən gəldim, axtarış apardım, hər halda başa düşdüm, nə olub? Gəldim, deyir, mən yetişdim, karivanda baxıram, İmam-ı Səccad əleyhissalam məni gördü, məni çağırdı. Dedi ki, salamdan sonra mən özüm getdim, özümü yaxınlaşdım, ağaya salam verdim. Sonra dedim ki, ələkəl hacə, mənə bir qulluğun. Deyir, Həzrət məndən bir xahiş elədi orada. Buyurdu ki, görürsən ki, necə vəziyyətdə bizi yaparırlar. Başlar hamısı neyzələrdədir, gətiriblər, qabaqda saxlayıblar, əsirlər də başların arxasında. Hamı yığışıb başlara baxmağa, biz də o cümlədən baxırlar mənim bibilərimə, qadınlara, Peyğəmbərin əhl-i beytidir bunlar. Mənim səndən xahişim budur ki, get onlarla məsələni bir cür həll elə, o adamlar ki, əllərində başları saxlayıblar, onlar bizdən uzaqlaşsınlar, aralansınlar. Onlar qabaqda olsunlar, ara çox olsun. Cəmaat yığışır ki, onlara baxmağa, heç olmasa Peyğəmbərin əhl-i beyti əmanda olsun, cəmaatın gözündən əmanda olsun. Səhl deyir, 4000 dinara qədər pul xərclədim. 4000 dinara qədər pul xərclədim, ta onları başa saldım və onlar bu işi gördülər. Həzrət orada nə su istəmir, nə çörək istəmir, nə yer istəmir, nə başqa yardım istəmir. Səhl ibn Saidi gəlir Həzrətə deyir, ağa mənə bir qulluğun, deyir, mənim səndən istəyim budur ki, mənim anamı, bacımı, bibilərimi, Peyğəmbərin əhl-i beytin, cəmaatın gözündən uzaq elə. Kufiyə də daxil olanda belə idi. Kufiyə daxil olanda cəmaat yığışmışdılar, çox böyük bir izdiham təşkil olmuşdu. Orada Həzrət-i Qulsum, Əli əleyhissalamın qızı, xanım Zeynəbin bacısı, orada dəvənin üstündən xitab elədi Kufəlilərə. Dedi, ya əhləl Kufə, Kufəlilər, əmə təstəhyunə minəlləh və rəsulih, ən tənzuru ilə hərəmin nəbi. Heç utanmırsınız Allahdan və Peyğəmbərdən, yığışıbsınız burada Peyğəmbərin əhl-i beytinə baxırsınız. Uzaqlaşın bizdən. Görmürsünüz ki, necə gətirirlər? Əgər onların əllərindən hicabların almışdılar, başları açıqdır, hala bu özü bir bəhsidir. Hala bilinmir ki, necə idi. Amma o ki yazıblar, budur ki, almışdılar. Ki, xanım Zeynəbin xutbəsində də
Bu məsələyə işarə olub indi oxuyacağam.